Bəli, bütün diktaturaları əldə bayraq elədiyi əsas tezislərdən biri sabitlikdir. Deməli, əgər biz Azərbaycan mediasına baxsaq, Ermənistanda orada bəzən o keçmiş Qarabağ qatillərinin partiyaları etiraz edir. Mən Sarkisyanı, Koçaryanı nəzərdə tuturam. Gürcüstanda etirazlar gedir. Rusiya müharibədədir və Azərbaycan, İranda həmişə etirazlar olub zaman-zaman. Və Azərbaycan hökumətinin yandaş mediasının belə bir tezisi var. Burulğanlar ortasında sabit Azərbaycan. Bəli, Azərbaycan xalqını sabit şəkildə məhv edirlər. Çox sabit şəkildə, ardıcıl şəkildə və ona müqavimət göstərməyə belə imkan vermirlər. Sabitliklə bağlı vaxtilə kiçik George Bush hökumətinin dövlət katibi olmuş xanım Kondoliza Rice'in çox riyakar bir bəyanatı olmuşdu. Adətən qərb siyasətçiləri nə edirlər? Etməli olduqları şeyi hakimiyyətdən gedəndən sonra yaxşı oğlan imicindən getmək üçün deyirlər. Kondoliza Rice demişdi ki, biz yaxın şərqdə demokratiyanı sabitliyə qurban verdik, amma nəticədə nə demokratiya əldə elədik, nə də sabitlik. Baxın, necə ürək ağrısından deyir. Sən demə, bunlar yaxın şərqdə inkişaf, sabitlik istəyirlərmiş, amma nə təəssüf ki, səhv eləyirlər. Özdə kim səhv eləyirdi? O boyda Stanford Universitetinin prezidenti, yəni orada rektor yox, prezident deyirlər. Prezidenti vəzifəsində çalışmış siyasi elmlər üzrə aparıcı, alim, mütəxəssis olan xanım Kondoliza Rice. Bu hansı görün riyakarlıqdan xəbər verir. Yəni, bu sabitlik, bu dövlətin sabit məhv olma yoludur. Başqa bir sabitlik deyil. Bu sabitlik ölkəni talayan, dağıdan, məhv edən bir azsaylı hakimiyyəti zəbt eləmiş, onu işğal eləmiş bir qrupun fəaliyyəti üçün sabitlikdir. Xalq üçün sabitlik deyil. Xalq sabit şəkildə talanır, getdikcə daha amansız şəkildə və bütün ölkələrdə belədir. Qaldı, məsələn, Amerikada baş verənlər. Bilirsiniz, mən sizə bir şey deyim. Dünyanın istənilən ölkəsində, bax, çox qəribədir bu, avtoritarizmin aşiqləri var da və inanılmazdır. Onlar necə bir-birinə oxşurlar. Mən bugün, elə bir qədər əvvəl Facebookda bir qısa post paylaşmışam. Təsəvvür edeyim, bu siqnal çat qalmaqalıdır Amerikada. Ki, girib orada dövlətin rəhbərləri bir tək prezident olmayıb orada. Onu da dəvət eləsədilər, o da gedərdi. O da ağılda onlardan çox uzağa getməyibdi. Təsəvvür edin, dövlətin müharibə planını orada açıqlar, müzakirə edirlər və səhvən də bir jurnalın redaktorunu qoşublar. Yəni, mən izləyicilər çox xatırladıram bu hadisəni. Təsəvvür edin, bu işin başında duran, təşəbbüskarı olan ABŞ dövlət katibini, prezidentinin Milli Təhlükəsizlik müşaviri, deməli, Volz bir açıqlama verdi. Mən dəhşətə gəldim. Deyir ki, bu təxribatdır, bu təxribatı müxalifət törədibdir. Və bunu eləməkdə məqsəd Prezident Trump'ın uğurlu siyasətinin nəticələrinə kölgə salmaqdır və ümumiyyətlə bunu eləyən o jurnalist uğursuz bir adamdır, loser, zibildir, yalancıdır, böhtancıdır. Baxın, Amerikanın aparıcı universitetlərindən birini bitirmiş, demokratiya mülkündə formalaşmış, böyümüş bir adam Azərbaycan parlamentinin ən belə aşağı deputatı səviyyəsində danışır. Nə bilim, hansısa bir yapın bir rəsmisi səviyyəsində danışır və rayon səviyyəsində. Bu faciədir, bu faciədir. Bütün avtoritar meyilli cərəyanlar demokratiyadan yalnız hakimiyyətə gəlmək üçün istifadə edirlər ki, sonra onu məhv eləsinlər. Və bunu gizlətmirlər. Açıq şəkildə eləyirlər. Bu ən böyük faciədir. İndi
gəldik, həmin o, sizin sualınız necə idi? Üzrdən bir də tam dəqiqliyi ilə. Türkiyədəki hadisələrin gedişini necə görürsünüz və regional təsirləri nə ola bilər? Yəni sual verdim Ərəstun bəy Türk baharı ilə bağlı. Yox, Türk baharı yoxdur, olmayacaq Türk baharı. Heç Türkiyənin özündə də bu etirazlar uğur qazanmayacaq. Ona görə ki, orada bir təşkilatçılıq görünmür. Yəni orada yüksək səviyyədə təşkilatçılıq olsaydı, orada deyək ki, hansısa bir strategiya olsaydı, görünmür. Ona görə mən düşünürəm ki, tədricən sönməyə doğru gedəcəkdir və ondan sonra bütün o təşkilatçılarını, yəni üzdə olan o aparıcılarını, təşkilatçılarını müxtəlif cinayətlərdə ittiham edib tutacaqlar. Mən bunu gözləyirəm açığı. Ondan başqa da özünə demokratik deyən dünya hamısı Erdoğana dəstək verir. Heç kim o etirazlara dəstək vermir faktiki olaraq. Heç bir şey. Amma Türkiyənin iqtisadiyyatı əlbəttə zəiflədi. Türkiyə iqtisadiyyatı azı 10-11% kiçilib həcmdə. Bu çox ciddi rəqəmdir. Bu 100 milyard dollardan yuxarı rəqəmdir. Bu bazarın 15-17% təxminən mütəxəssislərin fikrincə bahalaşması deməkdir. Deməli, bu böhran hələ davam edəcək sonraki mərhələlərdə. Baxın, bu proseslər başlayan kimi İsrail başladı Türkiyənin Suriyadakı mövqelərinə zərbələr endirməyə. Birbaşa yəni Türkiyənin özünün yox. Tutalım ki, Türkiyə Palmiradakı bazanı, Əsəd dönəmindən qalmış bazanı regionda böyük bir bazaya çevirməkdir. İsrail məhz oranı bombalayır. Biz gördük ki, Türk dövlətlərini, Türk dili dövlətləri Türkiyə təsirindən çıxarmaq cəhdləri, nə bilim, aparıb o İbrahim anlaşmasına filana qoşmaq, belə də o şey ki, Şimali Afrika və Yaxın Şərq və bir mənalı şəkildə Ərəb ölkələri üçün nəzərdə tutub. Artıq gördük ki, bilirsiniz, o yaralı aslanın ki, üzərinə çaqqal sürüsü, kaftar sürüsü hücum edir. Bax, bu hücum artıq başladı. Yəni, adicə deyək ki, ABŞ dövlət katibi Türkiyənin Xarici İşlər Nazirinə dedi ki, biz Türkiyədən Cənubi Qafqazda sülhü inkişaf etdirməyi gözləyirik. Yaxın Şərqdə, Suriyada sabitliyi gözləyirik. Amma diqqətdən kənar bir məqam qaldı. Məhz Hakan Fidan Dövlət Departamentində olduğu anda İsraili tənqid edən bir türk araşdırmacı xanımı küçədə tutdular Amerikanın mühacirət orqanları. Vizasını ləğv edib ölkədən qovdular. Bu artıq Türkiyənin özünə bir mesajıdır. Yəni artıq Türkiyə hökuməti hansı ki siyasətə cavabdehdir, hansı ki dövlətin taleyinə cavabdehdir, çünki səlahiyyətlər ondadır, resurslar onun nəzarətindədir. Bu prosesi irəliyə addım ataraq dayandırmalıdır. Dayandırmayacaqsa Cənubi Qafqazda xeyli dərəcədə Türkiyənin nəzarətindən çıxacaqdır. O zaten hələ Türkiyə nəzarətində deyil. Türkiyə cəhd göstərir buna. Bugün Türkiyə sığınmağa çalışan Ermənistan da valı dəyişəcək. Tam keçəcək Türkiyənin əksinə gedəcək. Azərbaycan rəhbərliyi onsuz da Türkiyənin əleyhinə gedir. Bu heç kəsdən sir deyil. Və eyni zamanda da bayaq sadaladığım Ərəb ölkələri, ABŞ, Avropa ölkələri, İran, İsrail hamısı çalışacaq Türkiyəni Yaxın Şərqdən də çıxışdırsınlar. Həm Yaxın Şərqdən, həm Şimali Afrikadan. Yəni bundan sonra da Türkiyənin gəlib daxilinə çıxacaq proseslər daha ağırlı şəkildə. Niyə o regionları, Türkiyənin regional güc olmasını mən xüsusi vurğulamaq istəyirəm. Birdən izləyicilər deyər ki, Türkiyə nəyinə lazımdır bu? Xeyr, bu istənilən dövlətə lazımdır. Birinci, dövlət öz gücünü təsbit etmək üçün, göstərmək üçün öz ətrafına, öz regionuna təsir etməlidir. İkincisi, əgər o güclü dövlətsə, buna gücü çatırsa. İkincisi, o özünü təhlükəsizləşdirmək üçün mümkün riskləri maksimal dərəcədə öz sərhədlərindən uzaqlaşdırmalıdır. Bunu İran da eləyibdi, yeri gəlmişkən. İndi baxın, İranın tərəfdaşları olan, proksiləri olan Həmas zəiflədildi, Hezbollah zəiflədildi, İran Suriyada mövqeyini itirdi və təhlükə indi hara gəldi? Çatdı İranın özünə. Bir qaldı Husilər, bir də İranın özü və artıq indi İrana deyirlər ki, nüvə silahınla bağlı gəl danışaq. Dünənəcən demirdilər danışaq.
Niyə? Çünki İran öz ətrafında bir bufer zonası yaratmışdı. Eyni şeyi Rusiya edir, postsovet ölkələri istifadə eləməklə. Eyni şeyi ABŞ eləyir, eyni şeyi başqa dövlətlər eləyir. Yəni, sual olunur ki, niyə də Türkiyə bunu eləməlisin? Eləməlidir, normaldır bu. Və üstəlik də təcrübə göstərir ki, Türkiyə bir çox ölkələrdən fərqli olaraq öz qonşuları ilə kifayət qədər ədalətli davranır. Bu da Osmanlı ənənəsindən gələn bir şeydir. Çünki Osmanlı ənənəsi, bilirsiniz, Osmanlı dövləti dini dövlətdir. Və o bütün ətrafındakılar da kim idi onun? Hamısı əsasən müsəlman xalqları idi. Hətta qeyri-müsəlman xalqlarında, indi Osmanlı haqqında çox böhtanlar yazırlar, danışırlar. Osmanlı kifayət qədər tolerant dövlət olubdur. Elə dini məsələdə də. Ona görə də indi Türkiyəni əvvəlcə sərhədlərinə sıxmaq istəyirlər, ondan sonra da daxilində sıxmaq istəyirlər. Buna görə Türkiyə əlbəttə, Türkiyənin rəhbərliyi vəziyyətdən çıxış yolunu tapmalıdır. Siyasətdə isə kompromis hər zaman mümkündür. Təbii ki, onu istəyəndə. Təşəkkür edirəm. Abid bəy, əlavələriniz Ələsdun bəy həmçinin də verilişimizin artıq sonuna yaxınlaşırıq. Təşəkkür edirəm. Yox, əslində Ələsdun bəy kifayət qədər daha geniş, daha əhatəli və dərin təhlil elədi. Amma mən istəyirəm buradan izləyicilərə də sonda bir mesaj verim ki, bu söhbət biz, yəni burada mən inanmıram ki, kimsə şəxsən Ərdoğanı və yaxud da İmamoğlu'nu tanıyır. Yəni nə Qurban bəy, nə Ələsdun bəy, nə mən. Burada məsələ şəxslərdə deyil. Əlbəttə ki, qardaş Türkiyə dövləti və qardaş Türkiyə xalqına olan ürək yanğımıza görədir. Əlbəttə indi biz kimsə deyə bilər ki, özümüzə umac ola bilmirik Azərbaycanda. Bəli, biz bugün Azərbaycan reallığı budur ki, total qorxu altında xalq saxlanılır və bütün ictimai institutlar ölkədə məhv edilib. Siyasi institutlar, istəyir partiya müstəvisində olsun, istəyir ictimai birlik, hətta ağsaqqallıq institutu belə ölkəmizdə məhv edilib. Amma düşünürəm ki, bu Türkiyədə baş verən proseslərdən siyasətçilər Azərbaycan xalqında özgüvən artırmaq üçün, yəni bu istiqamətdə istifadə edib təhlillər aparmalıdırlar və Türkiyədə gedən baş verən hadisələrdə Türkiyə xalqına münasibətdə Azərbaycan xalqına biz çatdırmalıyıq ki, Türkiyənin sahibi Türk xalqıdır, Azərbaycan xalqı sahibi Azərbaycan xalqıdır. Bəli, sonda biz hamımız, xüsusilə də Ramazan ayında dua eləməliyik ki, nəticədə Türkiyə dövləti üçün və Türkiyə xalqı üçün müsbət nəticələnsin. Yəni, necə ki, İlham Əliyev Azərbaycan demək deyil, Ərdoğan da Türkiyə demək deyil. Yaponiyada nə Ərdoğan var, nə İlham Əliyev var, amma o cür inkişaf ediblər. Finlandiyada nə İlham Əliyevi tanıyırlar, nə Ərdoğanı tanıyırlar, amma inkişaf ediblər. Yəni, bunu şəxsiləşdirmək, şəxsi müstəvidə müzakirələr bizi heç yana çıxara bilməz. Heç kimin üzr istəyirəm, vəkili də deyil, amma Türkiyə dövləti və Türkiyə xalqının maraqları bizim üçün vacibdir. Məsələ təkcə 44 günlük müharibədə də deyil ki, bizə Türkiyə kömək elədi. Əlbəttə bu baş verdi və buna görə də bizim üçün maraqlı olmalıdır ki, orada gedən proseslər. Amma bunu sırf Ərdoğan adına yazmaq, bu da düşünürəm ki, Türkiyə xalqına haqsızlıq olar. Necə ki, İlham Əliyev Qarabağ aldı deyənlərə biz deyirik ki, 3000 şəhidin qanı sənə haram olsun. Bəs şəhidlər necə oldu? Bəs qazilər necə oldu? Eyni münasibəti də ədalətli mövqeyidə Türkiyə dövlətinə və xalqına qarşı da sərgiləməliyik və bu müqəddəs günlərdə də xahiş eləyərdim izləyicilərdən ki, qardaş Türkiyə dövləti və Türkiyə xalqı üçün müsbət nəticələnməyinə görə dua eləsinlər. Təşəkkür edirəm İlqar bəy. Ələsdun bəy. Mən də Abid bəyin fikirlərinə tam qoşuluram, tam dəstəkləyirəm. Biz Azərbaycan xalqı olaraq, nəinki Türkiyədə, heç İranda da, Rusiyada da, Gürcüstanda da, bizlə qonşu olan dövlətlərin heç birində qarşıdurmaların yaranmasında, o ölkələrin hansısa savaşlara cəlb olunmasında maraqlı olmamalıyıq. Heç bir halda maraqlı olmamalıyıq. Çünki mütləq onun zərbəsi bizə də dəyəcəkdir. İkincisi, niyə hansısa bir ölkədə bir humanitar fəlakətin, istənilən qarşıdurma humanitar fəlakətin olmasını arzulamalıyıq? Olmazmı ki, yaxşı niyyət ifadə edək, olmazmı ki, inkişaf haqqında, barış haqqında, sülh haqqında düşünək və bizim xalq axı belə xalqdır, doğrudan belə xalqdır. Bizim xalq dava, savaş xalqı deyil. Bizi bəzən
deyirlər ki, qorxudurlar, üzrəm aşağılamağa çalışırlar. Güya biz qorxağıq, güya biz cəsarətliyiz. Elə deyil. Bu xalq artıq göstərdi ki, o cəsarəti də var, onun ölümə getmək iradəsi də var, hər şeyi var. Amma bu xalq savaş xalqı deyil, barış xalqıdır. Və bu bizim çox böyük üstünlüyümüzdür. Ona görə biz heç kimə qarşı durma, heç kimə pislik, heç kimə savaş arzulamamalıyıq. Təkcə özümüzə görə yox, həm özümüzə görə, həm də onlara görə. Və mən Ramazan bayramı gəlir qarşıdan. Ramazan bayramı münasibətilə bütün Azərbaycan xalqına təbrik eləyirəm. Azərbaycan hökumətinə müraciət edirəm. Heç olmasa Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik eləyəndə ən azı Ramazan ayında şərləyib həbsə atdığınız dindarları unutmayın. Ürəyinizdə unutmayın. Hər bir insanın ürəyində olan onun şüurundadır və hər bir insanın ürəyindəkini Allah da görür. Əgər siz Ramazan ayı münasibətilə Azərbaycan xalqını təbrik edirsinizsə, deməli, hardasa ən az özünüzü belə göstərir ki, siz Allaha inanan adamsınız. Allaha inanan adamlarsınızsa, onda Allahın qəzəbinə gələcək əməlləri də törətmir. Şəri, böhtanı, şərləmələri, bax bu şeyləri. İzləyicilərə təşəkkür edirəm. İlqar bəy, sizə təşəkkür edirəm dəvətə görə və izləyiciləri Əvəz Zeynallının kanalını izləməyə dəvət edirəm. Sağ olun. Təşəkkür edirəm.